Hər birinizə salam. Bu videoda Temudan gələn aksesuarlarımı sizlərlə bölüşürəm. Bu feni çoxdan görmüşdüm, sifariş etmək istirdim. Axır ki, bu dəfə sifariş etdim. Fenin qiyməti gördüyünüz kimi saytda 49 manatdır. Mən bu feni endirimlə aldım. Endirimlə 14 manat neçə qəpiyə, yəni 15 manat aldım. Əgər siz də bu qiyməti almaq istəyirsinizsə, onda mən sizə deyəcəm necə almaq olar bunu. Saçı fenləyəndə əli yandırmamaq üçün bir ədəd əlcəkdir. Fenin özüdür və şnuru uzunluğu yaxşıdır, yəni qısa deyil. Belə fərqli başlıqları var və başlıqları çoxdur. Əgər heç vaxt telefonu yükləməmisinizsə, yəni sifarişiniz olmayıbsa, əgər sifarişiniz olubsa da fərqli bir telefonda yükləyə bilərsiniz. Mən aşağıdakı linki yerləşdirəcəm. Həmin linkdən keçid edərək sifariş etsəz 15 manat, yəni 14 manat neçə qəpiyəsə ala bilərsiniz. Qeyd etdiyim kimi bu qiymət yalnız yeni istifadəçilər üçündür. Fen istiliyi yaxşı verir, yəni güclüdür, zəif deyil. Fenin işləməsi üçün bu hissəni bururam və işləyir. Bunlar isə ikinci dəfədir sifariş edirəm. Gözlərdir bunlar, zərli gözlər. Bir paketdə 10 cütdür, yəni 20 ədəddir. Üzərində cızıq olmaması üçün baxın belə yapışkan kimi bir şey var. Yəni hamısının üzəri tərtəmizdir. Cızıq filan heç bir şey yoxdur. Bu oyuncaqda baxın bu gözdən istifadə etmişəm. Mən iki rəng sifariş etdim. Mavi və yaşıl rəngini sifariş etmişəm. Bu isə yaşıl rəngidir. Hərəsindən 10 cütdür, yəni 20 ədəd. 20 ədədi, yəni 10 cütünü 3 manat 22 qəpiyə aldım. Və bir ədəd də uşağa şalvar sifariş etmişdim. Eyni şəkildəki kimidir. Baxın, görünür, eynidir. Keyfiyyəti yaxşıdır, boyu uzun idi. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.